Başa düşüb qışqırmayayım mən sizlərlə. Bir dəqiqəlik səs, bir dəqiqəlik. Bir dəqiqəlik səs. Səs. Koyma var. Vəsiz insanmış. Diyor, vəsiz insan deyiləm. Deyilsən. Hörmət eləyir. Hörmət edirsən, hə? Vəsiz insan deyiləm, hə? Hörmət eləyir. Amma sənə hörmət edir. Duyğusalam. Sən duyğusalsan. Sən. Bu deyil. Başqa bir. Nə bu? Bizə qulaq. Nə qədər səs atıblar. Baxın. Deyim səsi. Bax. Uyda. Səhər oyandım, getdim bir dənə işim var idi. Saat. İşim var idi. Nə iş? İş görüşməsi idi. Harda? Kəndsiyə getdim. Gördüm məsələn sevinç qalım çağırmışsın, hə? Digər sən işləşirəm, sivizat doldur. Mən getdim ora işlə. Getdim ora sivizat doldurdum. Axırda dedim nə işdi? Nəvim belə dedi. Dedim mən xoşuma gəlmədi birincisi. İkincisi sağ olun. Elə sağ olasın onda. Bentli tutacaq. Sən get. Arkadaş geldi girdi ben neyini? Tez ol. Bura. Dal. Tez. Hadi. Ver. Tez ver. Qaldı bu. Sizin vloglar inanılmaz dərəcədə keyfiyyətli olur və bunun səbəbini anlaya bilmirəm. Mən varam. Draftı verim al bax. Mən bilə bilmərəm nə Mən istəyirəm. sən draftı verirəm ki bax nə yazmısan odur sənin üçün. Fordun Sən demirsən ki məndə botanika bağında qızlar rəqs eləməlidir. Mən də okey botanika bağı və qızlar rəqs etmək istəyir. Məsələn oradan bir over şey eləməmişəm sən. Razıyam. Hayır, mən eləməli idiyimi bilmirdim axı. Mən demişəm ki, bu adam nə istəyir, mən ona verirəm ona. Mən misal üçün sənin şeyin Fordun bir söz var ki, əgər biz cəmaatı qulağınız olsa, onlar daha sürətli atlar istəyəcək. Yes, qulaq asmaq. Misal üçün mən o cəmaatam da, başqa Mən sən qulaq orada asmaq vizyonun. olsam, mən orada başqa şeylər eləyərəm. Yəni mənim deyil axı bu sənin kimi. Təklif eləmədin axı. O şeylərin təklifini belə eləmədin. Botanikan deyirsən sırf. Ümumiyyətlə klipin deyirəm. Klipin Elədiyin şeyləri çox elədiyim şeyləri sən bəyənmədin onsuz da. Yəni ona görə mən sənə qarşıma ki, okey, Əşrəf bunu istəyirsən, okey, bu sənə verirəm. Sən ürəyin mən amma olsun. təklif də eşitmədim. Çünki mən buradan özümü nəsə qatmağı görmürəm. Ya səbirdə mən nə istəyirəm eləyə bilərəm. Amma orada qatmaq demirəm. özümə nəsə Qatmaq deməyi demirəm. Olan şeyi kamera yanında geri adım ata biləcəm. Auditoriya var. Çünki alıb kilosa geri adım atarım sonra da şeydir. Sənin əlində olan materialı sən update eləməliydin. Yaxşı hala gətirməliydin. Yo, mən demişəm ki, ola biləcəyi verdim. Mən update eləmə deyil. Bu adam deyir ki, mən Bravonun şəklini istəyirəm, mən ona Bravonun şəklini verirəm. Vəsiyo. Bununla girmişəm orana, o işə. Mən başqa bir məqsədim olmayıb oradakı. Ya səbirdə mən 1000 dənə şey yoxlayarım, eksperimental, özüm üçün hoqqa verirəm. Amma sən onu istəməmisən axı məndən kimi orada öz tamamilə istəklərimi yerinə yetirim. Səbəb odur. Sən desən ki, okey, buyur Ayət, bax, ideyam budur. Necə yanaşırsan, yanaş desən, o başqa məsələ. Budur, bunu istəyirəm, bu da al eynisidir. Sən gəl mən deyəmərsən ki, mən bunu istəmişdim, sən mən bunu verməmisən deyə bilmərsən. Çünki nə istəmirsən ssenarində, mən onu sənə göstərmişəm orada. Çox pis iyi gəlir. Onu özünə deyərsiniz, yoxsa mən. Açığı bax mən çək video. Mən məsələn dostlarımla məsələn iyi gəlib ya da hansısa bir çirkli bir yerin görmüşəm. Ona deməmişəm. Amma o adam məni görən kimi mən üzümə deyib. Kim? Məsəl üçün ad çəkməyəcəm kimsə. Videonu söndür. Mən o adama deməmişəm onu. Prosta o adam mənə qalib deyib. Mən prosta ki elə insan deyiləm, üzünə demək istəmirəm. Prosta insan özü bilməlidir ki, mənim qulağım poxludur məsələn və gəlib qulağını təmizləməlidir. Kimi düşünürəm. Yəni əgər bir insan məsələn mən nəsə deyəndə mən deməliyəm, qayıdıb deyərəm ki, ay cidullah, sənin qulağın olsa poxludur da. Başdı. Məncə dostsansa deməlisən. Demək lazımdır. Mən bir şey nə deyim? Mən düşünürəm ki, ala qəlbi qadınlar bəlkə pis olar, pis elədir. Amma düşünürəm, buna demirəm. Niyə kimsə qəlbi qırılsın? Ya mən prosta ki elə insanam ki, düşünürəm ki, ya bəlkə pis olar. Mən göründüyündən daha həssas insan olduğum üçün. Bilərəm. Həmin andan danışıram. Sonradan deyirsən. Ya həmin an mən adam deyir ki, sənin dırnağın uzundur. Mən də qalib deyirəm ki, ax ya, saçın yağlıdır. Mənim dırnağımdan əvvəl saçıma bax deyənmərəm. Amma orada mənə deyirlər, yəni mən kasmıram. Mənə deyirlər. Mən məsələn özüm əvvəldən çıxanda həmişə baxıram ki, görüm haram pisdir. Yəni sənəm tuxunu Rexona vurub iynirəm özüm çıxıram ən azından. Mən çölə çıxanda Rexona vurmamış ürəyim partlayır. Maksimum saçım kəpəkli ola bilər.
Onu neyə bilərəm? Rexona reklamı. Şu Rexona reklam. Ver Biraz Rexona. bırak, bırak. Videoya göstərəm, kameraya göstərəm. Vur reklam. Rexona. Heç vaxt Vuram. sponsor. Amma mənim Rexona istifadə etməyi bacarmışıq. Niyə vuramıyorum pamuk? Ömrü Rexona almıyor. Sür. Az Rexona vurur. Mən Rexona vururam, evdə çox var Rexonamız. Rexona Birim verdə mən. Daha hər yerimə vururam çox Rexona. bərbad şey. Sadəcə qoltuğumun altına vururam, hər yerimə vururam. Hər bir səmə. Niyə bunu esən, izah etsən, istəfərsən? Qazı vurdum, bağışla. Bunu paylaşma. Prosta ki, Əşrəfin onu gizlədirik. Yəni Əşrəfin olduğunu bilməməlidir heç kim. Bu gizli bir şeydir. Bunu heç yerdə paylaşmaq olmaz şu an. Paylaş məncə. vlogda paylaşam. Vlogda Vlogda paylaşanda baxacaq. Xeyr, bir dənə videomuza 2500 nəfər baxmışdı. Olar. Ya ona görə risk baxa bilərlər. Heç kim bilməməlidir ki. Sən Əşrəfin prodüserisən, nəyisən, menecerisən. Yavaş-yavaş sonra ağlayacaq mənə ki, ay da paylaşmayın da. Əşrəf ağlayacaqsan? Tələsmədən Aydına yaxınlaşıb onun özü biraz oturdu. Şərab şüşəsini göstərib soruşdu. Bunu görsən 61-in sərvətidir. Tünd desert sahib. Ən sevdiyin 3 kitab. Mən deyə bilərəm çünki çox az kitab baxmışam. 1984 Martin Eden Heyvansız. Mən deyirəm Bəyaz Gecələr, Parıltı, yəni The Shining, bir də Sərpələrin Sular. Sən deyirəm. Sherlock tardı. Sherlock Bir də Mola Nəsrəddini oxumuşam uşaqlıqda. Əvvəl çox oxuyurdum. Bir də nə oxumuşam? Sherlock. Əslində Bəyaz Gecələrin yerinə məsələn Cinayət və Cəza da var. Mən Raskolnikovun dinləmişəm listeningində, yəni audio olaraq babatdır Raskolnikovun. Məsələn bir şeydə Albert Camus'un yadını da qulaq o da maraqlıdır. Olub. O da maraqlıdır. Qabağa verməz. Əşrəf Əşrəfovun məsələn psixoloji kitabı oxumamışam. Xundan olar ki, nə gecisiz. Kitabım var əlində pulsuz. Yox. Ay, zaman. Uşaq. Şey vermişdi, ya, Anar Koroğlu komiksini vermişdi mənə. Aa, nə vaxt verdi? Mənə Çox qan vermədi. verib bizə. Mən onun ofisində qalanda bizə vermişdi bizə Koroğlu komiks. Satıram bizə şey 10 manata verir. Anar kim? Anar Uğur'un əmsi oğlu. Yazacağım anarın özünü. Yazılan qozda qoyan oxşamır. Qoz qoyum, niyə qoymasın? Niyə versin sənə durub Koroğlu komiks? Söz vermişdi çünki. Ala ya o vaxt dedi. Çünki sən Uğur'a kömək eləyəsən. İndi də Uğur'a kömək edirsən sən. Məncə özü istəyər oxumaq. Mən sənə verərəm 5 manata. Mən heç oxumamışam. Almışam amma çox zordur zarfası. Baxmışam, çox yaxşıdır. Gör nə vaxt bu adamlar bunu görüblər, çox qəşəngdir. Hə, indi davam edir. Ay qardaş, neynim dayanmır? Əşrəf yavaş sür də sən də. Əlini saxla. Ələ saxla da. Nə qədər nətər əlimə saxlayım? Belə. Yaxşı belə. Mən bura qoysam siz görsənəcək bilmirəm ki. Bura qoya bilərəm. İnanmıyorsanız. Özün də görsən. Tək mən görsəm. Səsimiz də tuşsa zor olar. Qəşəng baxışdan başlayır. Oyda. You can touch my... Ha, okey. Hansı ilkdən sevginiz olsun istəyərdiniz? İndi Nihat kamera rakursunu dəyiş. Dəyişməsin. Nə orada dur. Qalsın da Görsən qalsın. bil ya. Ha, görsən sən kimsən sən. Mən səs getsin bəs. Şef gördüm. İlk olaraq heç baxmamışam. Mən çox irksizəm. Yəni prosta yaxşı xasiyyət olsun. Mən də. Prosta bax. Fantez olaraq Birinci da. olaraq prosta mən fantez olaraq Elf. Almanlarla ilk Alman irqdir ki, Alman deyilsən Almanya Alman da ağdərli də və yəni. ağdərli sarı prosta sarışında. Hətta çox klişe cavab verdin. albinolar var ya məsələn. Sadə insanam. Yəni mən bu cavabı almaq istəmirəm bu sualı. Mən Əgər fantez- qeyri-adi bir yox kinki deyiləm. Fantaziyaya görə deyirsən, məsələn zəncilər. Zən. Ha, ilk deyirsən German tayfası. Ha, ala. Ha, German tayfa. Bu albino sən nədir? Sən belə demişdilər bir. Məsələn mən qaradərlilərə qarşı bir heç bir sexual şeyim yoxdur. Elf demək olar bu sual yoxsa şeydir. Elfdir say. Mən elfə məsələn. Elf ilk deyil axı. Elfə də cüzələrdə heç bir şeyim yoxdur mənim. Mən heç bir marağım Bu yoxdur. amma. Nə elfə nə cüzəyə. Mən elf istəyirəm. Ya onsuz da bir yerə sonra yəni əgər durursa o eləyəsin. Düşdüyün havaya baxır məncə. Arzular qoruyun xahiş. Ən sevdiyiniz heyvan hansı? Ən sevdiyim heyvan yoxdur, amma məsələn 100% birinci yerə balıq olur akvaryumda. Yemək üçün o da. Akvaryumda saxlayaram balığı. İkinci də it olar. Sıfırdan amma mənə sadiq bir it böyüdərəm 2 olaraq. Üçüncü olaraq da tısbağa ya da qurbağa olsa pis olmaz. Ayxan. Mənim ən sevdiyim heyvan dovşan, keçi yarışa bilənlər. Amma ən zəhləm gedən də ilan. Mən ən zəhləm heyvan deməyə ehtiyac yoxdur, amma pişikdir bilirsiniz. Pişikdir hətta.
Ən sevdiyim heyvan pişikdir. Şeysə, Allah'ın amma ən telefon sevdiyi düşdü yerə. heyvan. Ay. Allahın ən sevdiyi heyvanı. Mən özüm, Hardan bildilər onu? mən it də qurt da olsa. Allah tezən belə bir declare şeydir də, elan edir. Yox, ən təmizi. Mən sevdiyim Allahın sevdiyi heyvanlarındandır da başqa. Hə də elədir. Ya sevimli olmayan heyvan niyə yaratsın? Yəni mən bir dənə fəlsəfi bir sual verim. Ay, tut bir dənə o telefon Bax, düşdü bax, yerə. bax. Bu sual biri cavablandırsın da. Allahın ən sevdiyi heyvanlarından biri pişikdir. Allah da məni yaradır və məni yaradır ki, onun ən sevdiyi heyvanlarından birindən zəhləm gedir. Ver tutum. Ya burada nə deməkdir? Yəni istədiyin olmayan şeyləri olmayıb heç. İstəmirsən və olmayıb. O heç prosta demişəm ki, Yeah. ən yaxşısını mənim üçün olduğu oldu. Sonradan qənaətə gəlmişəm ki, bu zor imiş Hayda. mənim üçün. Düşünüb. Çox loser. Amma winner deyil. O paradoksa düşür də beynimiz Mən winner deyiləm. yaxşı şeyləri xatırlamağa meyllidir. Pis şeyləri unutmağa. Məsəl üçün istəyib alınmayan şeylər Ya, o qədər yəni, çoxdur ən- böyük ehtimalla. Və onlarsa 1% alınıb və sən onları tutursan ki, istəmişəm olub ayağım. Məsəl üçün bəzi insanlar var, tutaq ki, belə bir virus var, ət yeyən virus. Bilirəm, mən baxmışdım. Qaqaş dənizdə çiməndə o virusu yoluxur. O virus ət yeməyə başladı və oğlanın əllərin, ayaqların, burnun, gözün, qulaq hər yerini amputasiya edilir. Biliyorsun sonra. Tamam, Allah necə düşünə bilər ki, bu insan üçün ən yaxşısı buymuş? Nə bilim, yəni prosta bax mən belə yanaşıram ki, prosta Allah rejissorudur və ssenarini də yazandır və prosta ki, bunların hərəsinin bir rolu var kimi yanaşıram. Yəni bu Mənim mənim Ayazın rolu Ayaz olmaqdır. Yəni başqa bir əşrəflik gözlə. Ayaz mahnı oxumamalıdır bu hekayədə. Ona görə də oxumayacaq. Əşrəf də film çəkməyəcək. Ifsiyo, qutardı get. Belə çəkdi. Davay növbəti topik. Əşrəf aç. Əşrəf göstər topik. Ən sevdiklərinizin davam edin. Ən sevdiyiniz ölkələr hansılardır? Mən ölkə olaraq deməyim, milliyyət olaraq öz ölkələrinə olan sevgilərinə görə almanları çox sevirəm ki, öz millətinə də sahiblər. Məsələn, 2 ingilislər çox elit yaşayırlar. Ona görə ingilisləri sevirəm. 3də yəqin ki şey olar. Hansı ağ? Fransız. Ay sağ ol. 100% onu deyəcəm. Amerikan. Hansısa yüksək təbəqəli Çünki insanlar mən elə güc tərəfdarıyam da, mən neyim? Ölkə seçirik yoxsa ilk seçirik? Yəni ölkə, millət, ölkə. Ölkə birinci Azərbaycan. Qaşa. Azərbaycan. İkinci Amerika. Çünki bilirəm ki, Amerikada getsəm, orada çox zəhmət tələb edir mənim orada nəsə Həm də əldə eləmək. Avstraliya ölkədir. Ki mən tənbəl adamam və mən Amerika mənlik deyil. Yox, Mən mən nəsə- bir yerə nail olandan sonra Amerikaya getsəm, okey. Əldə eləməyə görə demirəm, sadəcə sevirəm. Mən fransız deyəcəm. Fransa. Çünki fransızların şeyi var, onurğası var. Həqiqətən bir xalq olaraq, millətdən daxil də bir şey eləyəndə ayağa qalxırlar. Cüzi bir haqsızlıq görəndə buna qarşı reaksiya verirlər. Məsələn, və bu gün dünyanın sivil mədəni bir yer nisbətən olması səbəbilə fransızların burjua inqilabının başlamasıdır. İkincisi də bənzər səbəbdən ötürü Yunanlar olacaq, çünki mədəniyyətə zamanında çox böyük qatqılar ediblər və cəmiyyət bu hala gəlib. Və üçüncü olaraq da Azərbaycan. Məndən soruş. Sənin soruşmağa ehtiyac yoxsa istədiyin. Amma cavab versinlər biz bir mikrofon. Sual ortaya atıldı. Birinci Almanlardır, Almaniyadır. İkincini bilirəm. İkinci Hollandiya. Yox. Nederland. Hə, Hollandiya. Hollandiya Maxdan əvvəl sevmişəm. Davay, üçüncü. Üçüncü Finlandiya. Finlandiya. O da bir şeydir. Şimali Avropa ölkələri də zordur, yəni yaşamaq üçün Skandinaviya. olmadı. Amma ən yaxşısı Finlandiyadır. Yaxşı şey bu, şeydir. Sağ ol. Ən sevdiyiniz 5 dünya ölkəsi kinosun deyin. Kinosu, mən bax birinci, bax ardıcılıq olmadı deyirəm. Ardıcılıq olaraq deyin də. Ardıcılıq olaraq deyirsən, İranı çox sevirəm, İran sineması. Birinciyə qoyursan. Bir yerə qoymaram, amma sırf spesifik bir ölkə deyəndə İran ağlıma gəlir ki, İran sineması çox fərqlənir deyən o birlərindən. Məsələn, Amerikanı hamı deyər, amma mən İran deyirəm. 2 3 eləyək, 5 çox. hə 5 çoxdur. İran, Amerika, Fransa. Yapon animələrinə görə. Koreya sineması zordur. Koreyalılar mən Yapon deyirəm, Koreya bomba. Koreyalılar tökəndir. Yapon, Koreya Hə, mənim üçün və Amerikada. Ya səbir ha. Amerika. Şey, Və üçlər. ha Yapon, Koreya, Amerika. Nə hadsan? Şey var idi. Amerika. İndi Çox mutfağı bilmirəm. olan. İnanma Koreyadan. Koreya deyil, Çindir. Çin. Mən Yo bir dəqiqə, Wong Kar-wai Çin sayılır. Hong Kongda da, Hong Kong. Hə, Çin. Nə xüsusi olaraq Mən qarşı. şəhərim ölkə yoxdur. Amma məsələn türklərin sineması da zordur, yəni Nuri ilə Eləcəki, Tolga Karaçelik, Emir nədir adı? Kuraq Güllərin adı, Emin Alper bombadır. Çox zor. Emin Quliyev. Emin Alper. Emin Quliyev də zordur bizə görə. Heç kim onu
yalan qınaması. Kim qınayır? Heç kim yəni. Yağa var da Tənqid indi. eləyən var. Marjinallar var da Yəni, gəldilər götürənə xəbər yoxdur, amma Azərbaycan üçün çox yaxşıdır. Amma əgər mövsüm ikinci mövsüm yox, birinci mövsümü. Hə. İki yox, bir yox. Emin Quliyevdir. Çox pisdir, birinci çox pistir. Yo, əksinə ya o. İsmail TV-ni çək. Emil Quliyevin hətta İsmail TV-ni çək. yəni İsmail Doma. İctimai Emilə dəstək olur deyə Emil Quliyev belə filmlər çəkə bilir, amma yəni Yox da, amma yenə yaxşıdır. Yox. Məsələn, o şey filmi çəkən adı biz baxdıq Bombay deyə. Hə, mən burada tək olmuşam. Mən burada görmüşəm, çox yaxşı film idi. Təbii O İsmail çəkmişdi. Mən də çox O bəyəndim. məxsus səhnəsi ilmində bu vloqa Hə. çox bombaydı. Həm aktyorlar, işi zadı hər şey zadı. Çox yaxşıdır. Çox